İnsan bu xüsusiyyətini, bu qul olmağını Allaha bağlamasa, qullara bağlayacaq. İmam Hüseyin aleyhissalam buyurur ki, Eyyuhannas, ey insanlar, İnnallâhe celle zikruhu mâ halaqal ibad illa liya'rifuh. Hazreti İmam Hüseyin aleyhissalam buyurur ki, ey insanlar, Allah öz bəndələrini yalnız o bəndələr onu, yəni Allahı tanısınlar deyə yarattı. فَإِذَا عَرَفُوهُ عَبَدُوهُ. Onu, o bəndələr Allahı tanıdıqları zaman Allaha bəndə olarlar, qul olarlar, ibadət eləyərlər. فَإِذَا عَبَدُوهُ اِسْتَغْنَوْا بِعِبَادَتِهِ عَنْ عِبَادَةِ مَا سِوَاهُ. Allaha qul olduqdan sonra isə, Allaha ibadət etdikdən sonra isə Allahdan başqasına ibadət etməkdən ehtiyatsız olarlar o bəndələr. İmam Hüseyin aleyhissalamın bu mübarək hədisi bizə üç şeyi bəyan eləyir. Üç mərhələni bizə izah eləyir. Birincisi, ya'rifuh, Allahı tanımaq. İkincisi, abəduh, Allahı tanıdıqdan sonra ona ibadət eləmək. Üçüncü isə istəğnəv, Allahdan qeyrisinə ibadət eləmək, Allahdan qeyrisinə bəndə olmaqdan ehtiyatsız olmaq. Yəni, birincisi mərifət, ikincisi ibadət, üçüncüsü isə digər ibadət, digərlərinə bəndə olmaqdan azadlıqdır. Allah Teala, İmam Aleyhisselam buyurur ki, Allah Teala insanı onu tanımaq üçün yarattı, insanları yarattı ki, Allah'ı tanısınlar. İbadətdən əvvəl deyir ki, tanımalısan. Birinci, çünki tanımaq gəlir. Çünki sən tanımadığın məbudu sevə bilməzsən. Ümumiyyətlə, insan tanımadığını sevə bilməz. O dilləri, məsəl üçün, ilk görüşdə aşiq oldu. İlk görüşdə insan aşiq ola bilməz. Nəfsi istəyə bilər. Gözünün xoşuna gələ bilər. Amma onun adını sevmək, qoymaq, sevgi qoymaq insafsızlıqdır. Allah Teala Quran-ı Kərimdə buyurur ki, فَعْلَمْ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا اللّٰهِ. Allah buyurur ki, bil ki Allah'tan başqa məbud yoxdur. Bunun la ilahe illallah'ın əvvəlində belə bil, tanı ki, əmri gəlir. Çünki sən bilməsən, tanımayacaqsan. Tanımadan da sevə bilməyəcəksən. İnsan tanımadığını sevə bilməz. Ona görə məsələn deyir ki, hədisə var ki, bizi axtaran tapar, tapan tanıyar, tanıyan sevər, sevən aşiq olar. Bizi aşiq olana da biz də aşiq olarıq. Əhl-i Beytdən olan hədislərdən biridir. İkinci mərhələni İmam Hüseyin aleyhissalam buyurur ki, Allah insanı yarattı ki, birinci mərhələ odur ki, onu tanısınlar. İkinci mərhələ odur ki, tanıyandan sonra ibadət eləyərlər. Demir, ibadət eləsinlər. İmam Hüseyin aleyhissalam buyurur ki, o zaman ki tanıdılar, tanıyandan sonra ona qul olarlar. Tanımaqdan sonra belə deyək ki, avtomatik olaraq sən qul olmağa keçirsən. Mən əgər qul olmağı bacarmıramsa, Allaha bəndəçilik eləyə bilmirəmsə, Allaha ibadət eləməkdən nöqsanım varsa, mənim problemim birinci mərhələdədir. Mən ikinci mərhələdə problem yaşayıramsa, mənim problemim birinci mərtəbədədir. Mənim bünövrəm möhkəm deyilsə, orada birincini tik, ikincini tik, üçüncünü tik, töküb söküləcək insanın başına. Ani bir dənə titrəyiş gələcək, dözümün olmayacaq. Yəni bir günah qarşısında binanı titrədən zəlzələdirsə, insanı da titrədən imtihanlardır, günahlardır. Qalacaqsan, çünki bünövrə möhkəm deyil, tanımağımız möhkəm deyil. Əgər möhkəm olsa, bəndəçiliyimiz də, qul olmağımız da möhkəm olar. Allah Teala Quran-ı Kərimdə Zariyat surəsinin 56-cı ayəsində buyurur ki, Mə xalaqtul cinnə vəl ins illə
liya'budun. Mən cinləri və insanları yalnız və yalnız mənə ibadət etsin deyə yaratdım. Baxın, İmam Hüseyin əleyhissalamın hədisi birbaşa ayə ilə uyğunluq təşkil edir. Birinci ayə dedi ki, bil ki, Allahdan başqa Allah yoxdur. Bu, İmam Hüseyin əleyhissalamın hədisinin birinci hissəsinə aiddir. İkinci hissəsinə, yəni ibadət eləyərlər, bəndə olarlar, qul olarlar, o hissəsinə də aid olan ayə budur ki, Allah Teala buyurur ki, mən cinləri və insanları yalnız və yalnız ibadət etsinlər deyə yaratmışam. Hədisin üçüncü qismi, üçüncü mərhələsi budur ki, insan Allahı tanıdı bir, ikinci ona qul oldu, üçüncü mərhələ gəlir, üçüncü mərhələ digər qulluqlardan azad olacaq. Digərlərinə qul olmayacaq. İstəğnəv ibadətihi ən ibadəti mə sivəh. Allahdan qeyrisinə ibadət eləməkdən, qul olmaqdan demir, üst çevirəcək, deyir, ehtiyacsız olacaq. Demir, qul olmayacaq, deyir, ehtiyacı olmayacaq. Sən Allaha qul olsan, mən Allaha qul olsam, digərlərinin qapısına ehtiyacımız olmaz. Bu hədis, bu nöqtə artıq hədisin zirvə nöqtəsidir. İnsan nəyə çevriləcək? Abdullah olacaq. Abdullah. Abdullah nədir? Allahın qulu. Bu hədisi deyən kimdir? Bu hədisi də deyən Əba Abdillahdır. Həzrəti İmam Hüseyin əleyhissalam. Ən məşhur künyəsi Allaha qul olanların ağası. Allaha qul olanların ağası gəlib bu hədisi ilə bizə başa salır ki, mən Allaha qul olanların ağasıyam, Əbu Abdillaham, siz bu yolla gəlib belə deyək, mənim karvanıma qoşula bilərsiniz. Allaha tanımaqla, tanımadan gəlib bu yola qoşula bilməzsən. Tanımadan gəlib bəndə ola bilməzsən. Bəndə olmadan da digərlərinin bəndəçiliyindən, qulluğundan qurtula bilməzsən. Burada ibadət, qul olmaq təkcə namaz qılmaq, oruç tutmaq deyil. İnsan bəzən daxili hisslərindən də azad olmalıdır. Ona qul olmalı. Məsəl üçün, pul insanı qul eləmək istəyir, özünə nökər eləmək istəyir. Allaha bəndə olan insan pulun qulluğundan qurtulur. Pulun qulluğundan qurtulur yox, pula qul olmağa ehtiyacı olmur. Çünki burada istəğnəv kəlməsi gedir. Ғəni, yəni ondan ehtiyacsızdır. Pula qul olmur, vəzifəyə qul olmur, nəfsinə qul olmur, şöhrətə qul olmur, şəhvətinə qul olmur. Hər gələn külək onu əstirmir, çünki bünövrəsi möhkəmdir. İnsanların razılığını Allahın razılığından üstün tutmur. Allahın razılığını insanların razılığından üstün tutur. Çünki biz bu dünyaya yaradılmışları razı salmaq üçün gəlməmişik. Yaradanı razı salmaq üçün gəlmişik. Qula qul olmaq üçün gəlməmişik. Allaha qul olmaq üçün gəlmişik. Həzrəti Əmir əl-Möminin əleyhissalam Nəhcül Bəlağəsində buyurur ki, Lə təkun əbdə qeyrik fəqad cəaləkəllahu hurrən. Həzrəti Əmir əl-Möminin əleyhissalam Nəhcül Bəlağədə bu kəlamında buyurur ki, Allah səni azad yaratdığı halda başqasının qulu olma. Çünki Allah səni azad yaradıb. Sən başqasına qul olma, başqasına əbd olma, başqasına bəndə olma. Bu, Həzrət Əli əleyhissalamın mübarək kəlamı birbaşa İmam Hüseyin əleyhissalamın kəlamı ilə birbaşa əlaqəlidir. İmam Hüseyin əleyhissalam özü də bu cür nə idi? Özü Allaha qul oldu, Allaha bəndə oldu və bunun qarşısında heç kəsə qul olmadı. Yezid beyətə çağırdı, Yezidin beyətin rədd elədi, qəbul eləmədi. Çünki Allahın qulu idi. Həzrəti Əmir əl-Möminin əleyhissalamın mübarək üzünə döyüşdə ağzının suyunu atdı o məlun düşmən. Həzrəti əleyhissalam nəfsinin qulu olmadı. Onu əsəbləşdirir ki, tez başını kəssin, o ağrıdan qurtulsun və yaxud da rəzillikdən qurtulsun. Həzrət Əmir əl-Möminin əl saxladı. Yəni, belə də demək olar ki,
Həzrət Əli əleyhissalam o əməli ilə dedi ki, mən Allahın quluyam, nəfsimin qulu deyiləm ki, əsəbləşib səni öz əsəbimə görə öldürüm. İnsanın ehtiyaclarından, psixoloji ehtiyaclarından biri budur ki, insan məna axtarır və yaxud da insan mənsubiyyət axtarır. Bu ehtiyacdır. İnsanın daxilində olan ehtiyacdır. İnsan bu həyatı dinlə, Allahla mənalandırmasa, digər şeylərdə məna axtaracaq. İnsan öz mənsubiyyətini Allaha bağlamasa, bu mənsubiyyətini başqa şeylərə bağlayacaq. Bu boşluğu başqa şeydə axtaracaq. Yəni Allaha qul olmasa, çünki insanın daxilində bir təzim etmək hissi var. İnsanın daxilində bir böyüyün qarşısında təzim etmək, ona qul olmaq xüsusiyyəti var. İnsan bu xüsusiyyətini, bu qul olmağını Allaha bağlamasa, qullara bağlayacaq. Allahın qarşısında əyilməsə, başqa şeylər qarşısında əyiləcək. Şəhvətinin qarşısında əyiləcək, nəfsinin qarşısında əyiləcək, insanların tərifinin qarşısında əyiləcək və bu bir digərlərinə olan qulluq onu həqiqi qulluqdan uzaqlaşdıracaq. Başqalarına qul olmağı onu Allaha qul olmağına mane olacaq. Allahdan istəyirik ki, Allah Teala bizləri Həzrət Hüseyn əleyhissalamın o bu mübarək hədisində dediyi o 3 mərhələnin 3-ünü də keçməkdə bizlərə müvəffəqiyyət versin. Bizləri Allahı tanımaqda müvəffəqiyyət versin. Bizləri Allaha bəndə olmaqda müvəffəq eləsin və bizləri Allahdan qeyrisinə qul olmamaqda müvəffəq eləsin inşallah. Amin, amin, amin ya Rabbal aləmin.